vaxtınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Ekonomiksin axşam buraxılışı efirdədir. 2013-cü ilin 9 ay ərzində Dövlət Neft Fondunun gəlirləri 10 milyard, xərcləri isə 8 milyard 747 milyon manat təşkil edib. Ötən dövr ərzində fond gəlirlərinin idarə edilməsindən 311 milyon manat qazanıb. Gəlirlərin 8 milyard 340 milyon manatı dövlət büdcəsinə köçürülüb. Fond yanvar-sentyabr aylarında qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına 250 milyon manat ayırıb. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106, Bakı-Tbilisi-Ceyhan dəmir yolunun inşasına 11 milyon manat xərcləyib. Ümumilikdə oktyabr ayının birinə fondun aktivləri 5% artaraq 35 milyard 809 milyon dollar təşkil edib. Azərbaycanın fond indeksləri yüksəlib. Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları 0,3% yüksələrək 94,94 təşkil edib. Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısa müddətli notlar 0,1% dəyərini artırıb. İpoteka fondunun buraxdığı istiqrazlar isə 106,79-a bərabər olub. Bu isə 0,2% artım deməkdir. Ölkənin qiymətli kağızlar bazarına yeni alətlər cəlb edilib. Artıq Forex bazarında market maker əməliyyatlarına başlanıb. Bu sahədə tərəfdaş şirkətlərdən razılıq əldə edilib. Bakı Fond birjasından verilən məlumata görə yerli bazara digər alətlərin cəlbi də nəzərdə tutulub. Bu sahədə qabaqcıl təcrübəyə malik informasiya texnologiyaları şirkətindən bu sahədə təqdim olunan ticarət platformasını, ticarət sistemini əldə etdik. Onun Azərbaycanda tətbiqi və üçüncü tərəflərə təklif olunması uyğulanı əldə etdik. Habelə biz bir 10 gün öncə yerli bir broker şirkəti ilə bu sahədə ticarətin təmin olunması, yəni likvidliyin, market makerliyin təmin olunması üzrə müqavilə imzaladıq ki, artıq həmin şirkət bizim yerli bazarda Forex alətlərlə mütəmadi ticarəti, həftənin 5 günü 24 saat ərzində ticarəti təmin edəcək. 2013-cü ilin 9 ay ərzində vergi borcları 11% azalıb. Vergilər Nazirliyindən verilən məlumata görə yanvar-sentyabr aylarında 170 minə yaxın vergi ödəyicisinin borcu tamamilə ləğv edilib. Yaranmış borcların ödənilməsini təmin etmək məqsədi ilə Nazirlik 46 min qərar açıb və onların 94%-nin borcu ləğv edilib. Nazirliyin digər məlumatına əsasən əmlakın siyahıya alınması nəticəsində 50 milyon manatdan çox vəsait dövlət büdcəsinə ödənilib. 9 ay ərzində vergi borclarını ödəmə tələbini yerinə yetirməyən 415 borclu ödəyicidə vergi nəzarəti tədbirləri həyata keçirib, onların 64%-də qanun pozuntusu aşkar edilib. Nəticədə 70 min manata yaxın maliyyə sanksiyası tətbiq edilib. Vergilər Nazirliyi 5 yeni elektron xidmətinə göstərilməsinə başlayıb. Bura aiddir. Vergi ödəyicisinin təsərrüfat subyektinin onlayn qeydiyyatdan çıxarılması və onun uçotunun məlumatlarının onlayn dəyişdirilməsi, hüquqi şəxs və onun filialının eyni zamanda fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi üzrə elektron xidmətlərin göstərilməsi. Vergilər Nazirliyindən verilən məlumata görə xidmətlər interaktiv qaydada ödənişsiz həyata keçirilir. Elektron xidmətlərin istifadəçiləri vergi məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsini alan hüquqi və fiziki şəxslərdir. Birləşmiş Ştatların dövlət öhdəlikləri 328 milyard dollar artaraq 17 trilyonluq həddi aşıb. Prezident Barack Obama böhrana son qoyan sənədi imzalamasından sonra öhdəliklər rekord dərəcədə yüksəlib. Maliyyə Nazirliyinin məlumatına görə hazırda Birləşmiş Ştatların dövlət borcu 17 trilyon 75 milyard dollar təşkil edir. Qeyd edək ki, dövlət borcunun artması ehtiyat vəsaitlərin tamamilə israf edilməsi nəticəsində yaranıb. JP Morgan Chase Bankı Birləşmiş Ştatlar hökumətinə rekord həddə 13 milyard dollar cərimə ödəyəcək. Cərimənin 4 milyard dolları istehlakçılara, 9 milyardı isə digər ödəniş və cərimələrə sərf olunacaq. Bu cərimə 2008-ci ilə kimi ipoteka istiqrazlarının satışı zamanı bankın yol verdiyi fırıldaqçılıqla bağlı araşdırmaların nəticəsinə əsasən tətbiq edilib. Qeyd edək ki, ötən ay hökumətlə bank arasında 11 milyard dollarlıq cərimənin ödənməsi üzrə razılıq əldə olunub. Birləşmiş Ştatlarda hər hansı bank iflas olduqda hökumət bitərəf mövqe göstərməli və onun xilası üçün çalışmamalıdır. Bu fikri Richmond Federal Ehtiyatlar Bankının rəhbəri Jeffrey Lecker səsləndirib.
Fikrimcə, investorlar bankların iflas reallığını qəbul etsələr, ölkənin maliyyə sistemi stabil olacaq. Bu sistem elə qurulmalıdır ki, sərmayə və risklər bir-biri ilə uzlaşsın. İri maliyyə şirkətləri borc yükünü və qısa müddətli kreditlərdən asılılığı azaltmalıdır. Bu zaman maliyyə institutları və bazarları maliyyə stresinə daha dözümlü olacaq. Bundan əlavə bank kapitalları da artırılmalıdır. Əgər onlar broker əməliyyatları ilə də məşğul olurlarsa, o zaman iflas təhlükəsi anlara öncədən hazırlanmış yol xəritəsi işə salınmalıdır. İsveçrənin bank sirləri yaxın zamanda açıla bilər. Bununla bağlı ölkə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının konvensiyasına qoşulmaq barədə sənəd imzalayıb. Əvəzində İsveçrə təşkilat tərəfindən vergi məsələlərində qarşılıqlı inzibati yardım alacaq. Amma İsveçrə tərəfi konvensiyanı hələ ratifikasiya etməyib. Belə ki, bunun üçün ölkə parlamentinin razılığı olmalıdır. Qeyd edək ki, iyun ayında keçirilən səsvermədə parlament üzvləri bank sirlərinin açılmasına rədd cavabı vermişdilər. Yaponiya hökuməti ticarət balansı ilə bağlı hesabat açıqlayıb. Nəticələrə əsasən balans kəsri hələ bir müddətdə davam edəcək. Cari ilin sentyabr ayında Yaponiyanın ticarət kəsiri 9,5 milyard dollar olub. Bununla da ölkə iqtisadiyyatı xarici ticarət balansındakı kəsirini 15 ay 2 davam etdirir. Durumu aradan qaldırmaq üçün hökumət sərt tədbirlər görməyə hazırlaşır. Sentyabr hesabatına görə Yaponiyanın idxal həcmi ötən ilin eyni ayı ilə müqayisədə 16,5% artıb. İxrac həcmi isə 11,5% artım göstərib. Aprel-sentyabr ayları ərzində ölkənin ticarət kəsiri bu dövr ərzində rekord dərəcəyə 4,9 milyard yenə çatıb. Yaponiya hökuməti hesab edir ki, problem son zamanlar Yapon yeninin digər valutalara nisbətdə zəifləməsi ilə əlaqədardır. Bu səbəbdən xaricdə əmtəa alışı zəifləyib. Bu özünü daha çox təbii qaz, neft və neft məhsullarında büruzə verib. Milli valutanın zəifləməsindən xeyir görənlər də olub. Yenin kursunun aşağı düşməsi başda avtomobil konsernləri olmaqla yerli şirkətlərin gəlirlərinin artmasına gətirib çıxarıb. Lakin bu da hələ xarici ticarət balansındakı kəsiri aradan qaldırmağa imkan vermir. Misir, Küveytin maliyyə yardımı çərçivəsində ayırdığı 2 milyard dollarlıq depoziti 5 il müddətində geri qaytarmalıdır. Bu barədə Misirin baş naziri Hazim Əl-Bədvavi açıqlama verib. Küveyt öncədən əldə olunan razılığın yenilənməsi məsələsinə baxıb. Göstərilən yardım bir il sonra qaytarılmalı idi. Lakin bu yenilənərək 5 il müddətinə uzadıldı. Bizim Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ilə əldə olunan razılığa Küveyt də qarşı çıxmadı. Ümumilikdə 3 ölkədən aldığımız maliyyə yardımı 12 milyard dollar civarındadır. 2011-ci ildən Türkiyədə fəaliyyətə başlayan FBM estetik jurnalı artıq ölkəmizdə də insanların xidmətində olacaq. Gözəllik sahəsinə yeni bir töhfə vermək məqsədi daşıyan dərginin ötən gün təqdimatı baş tutub. FBM Estetik dərgisi gözəllik sahəsində nailiyyətləri elmi şəkildə əsaslandıraraq oxuculara təqdim etməyə qarşısına məqsəd qoyub. Jurnalda məşhur simalarla müsahibələr, sağlamlıq, elm, cəmiyyət, ailə və karyera qurmaqla əlaqəli mövzular yer alacaq. Estetika dedikdə sadəcə cərrahi və texniki bir əməliyyat olaraq deyil, insanların şəxsi və ictimai həyatındakı müvəffəqiyyət və xoşbəxtliyinə vasitə ola biləcək bir alət kimi görürük biz bu jurnalımızı. Jurnalımız elm mənbəyi olaraq insanları maarifləndirmək missiyasını daşıyır. FBM Estetik jurnalı insanların zahiri görünüşünün uğur və müvəffəqiyyət əldə etməsi yolunda önəmliliyini vurğulayır. Hədəf, elmi nailiyyətlərin estetik gözəllik sahəsində uğurlu tətbiqini etmək, sosial-psixoloji yardımda bir vasitəyə çevirməkdir. Bununla yanaşı dərgi gözəllik sahəsində olan yenilikləri və informasiyaları ehtiva edən xəbərlərlə oxucuların görüşünə gəlməyi planlaşdırır. Qeyd edək ki, jurnal 2 ayda bir dəfə nəşr ediləcək. Leyla Abbasova, Ayaz Kazım, Rüfət Əliyev, Lider TV. Dünya fond bazarında əsasən müsbət dinamika qeydə alınıb. Bu saat olan mənzərə belədir. Amerika iqtisadiyyatının əsas indikatorları Dow Jones, S&P 500 və Nasdaq 100 təxminən 0,2% kimi yüksəlib. Yaponiyanın Nikkei 225-i dəyərini 0,17% artırıb.
Avropanın fond bazarları fərqli tendensiya nümayiş etdirib. Almaniyanın DAX indeksi 0,14% enib. Böyük Britaniyanın FTSE 100 isə 0,12% dəyərini artırıb. Neftin əsas markalarının qiyməti enməyə başlayıb. London birjasında hər rəca çıxarılan Brent markalı neftin qiyməti 0,3% düşüb və hazırda bir bareli $109.66 təklif edilir. New York əmtəl birjasında satılan light neftinin qiyməti isə $100.08. Bu isə 0,67% ucuzlaşma deməkdir. Qiymətli metallar bazarında artım davam edir. Qızılın bir unsiyası $1318. Yəni 0,15% bahalaşıb. Gümüşün qiyməti daha çox 1,14% qalxıb. Platin 0,14%, palladium isə 0,4% dəyərini artırıb. Mis və alüminium isə müvafiq olaraq 0,5% və 0,9% bahalaşıblar. Avro dolların məzənnəsi 1,3671'dir. Dollar yen 98,6'ya yüksəlib, funt sterling dollar isə 1,6170'ə bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 7 qəpik, Rusiya rublu 2 qəpik yarım, Türk lirəsi isə 40 qəpik. Bu qədər günün əsas iqtisadi yeniliklərini Ekonomist'də izlədik. Sağlıqla qalın.